Salam aziz dostlar, birinci SMM derslerimize hoş geldiniz. Sosyal medya marketing. Biz sosyal medya marketingdə neçə mövzu var ki öyrənməliyik. Hər şeydən əvvəl postlardır. Ya şəkillər, ya videolar ki siz paylaşırsınız. Və xeyli önəmlidir ki onları necə hazırlayırsınız? Yəni, əgər mənim postum pis olsa, hələ post deyəndə şəkil, video, hər bir şəkil paylaşıram. Nə qədər də marketing tərəfdən, yəni reklam, kampanya, hər şeyim əla getsə, əgər ki mənim şəkilim ya videom, ya o şey ki paylaşıram, first impression deyirlər ingilis dilində, o pis olsa, nəzərləri cəlb eləməsə, maraqlı olmasa, hər şey yəni faydasız olacaq. Və birinci mövzu ki xeyli önəmlidir SMM-də dizayndır. Bəzi böyük mərkəzlərdə SMM menecer ancaq SMM işləri görür, dizayner də var, fotoqrafer də var, o böyük mərkəzlərdə belə gedir iş. Amma kiçik mərkəz və orta mərkəzlərdə sizdən bunu da tələb edirlər ki, siz dizayn da eləməlisiniz, şəkil də çəkməlisiniz. Demək olar ki, bütün bu işləri özünüz görməlisiniz. Ona görə biz də belə sıfırdan dizayndan başlayacağıq. Ondan sonra ki, mən postum hazır olsa, şəkilim hazır olsa, şəkili paylaşanda bir izahat ya description da var ki, mən onu paylaşanda nə qədər də o video olsa, ya şəkil olsun, məsələn, içində izahat olsa, mən yenə də aşağıda bir description yazmalıyam, ya izahat yazmalıyam. O izahat kimin üçündür? Həm insanlar üçündür ki, daha çox informasiya qazansınlar, məsələn, sizin işiniz barədə. Həm sistem üçündür. Yəni, həm sistem o sözləri analiz edir, o hashtagləri analiz edir. Həm insanlar. Və o xeyli vacib bir məsələdir. Yəni, onu yola vermək olmaz. Və ona görə bir məsələ də var ki, necə copywriting eləmək lazımdır. Necə məzmun yazmaq lazımdır. Ondan başqa, ya ondan sonra SMO-dur. Social Media Optimization. Yəni, mən necə optimal apara bilərəm səhifəmi ki, sistem ödənişsiz şəkildə də mənə köməklik göstərsin, kəşfətdə aparsın və daha çox müştərilər gətirsin ödənişsiz. Onun üçün mən optimal olmalıyam. O nədir? Necə bir şeydir? Necə eləmək lazımdır? Neçə dənə yol var? Onlar barədə inşallah danışacağıq. Və ondan sonra da davam edəcəyik ki, biz hazır postumuz var, izahatı yazdıq, SMO elədik, yəni optimization elədik, optimaldır hal-hazırda səhifəmiz. Sonra inşallah gedəcəyik reklam dərslər. Yaxşı. Və birinci dərsimiz nə oldu? Birinci dərsimiz oldu dizayn. Amma dizayn dərsi biraz geniş dərsdir və çox ehtimal ki, mən neçə videoda bu dizayn dərsləri keçəcəm sizin üçün. Əslində, mənim kanalımda bir dənə dizayn dərsi də var ki, hal-hazırda o bir damcəni dəyişib, fərqlidir. Çünki Instagramın SMO qanunlarını dəyişiblər, razmerləri dəyişiblər, ratiolar fərqlidir. Ona görə hal-hazırda fərqlidir qanunlar. Ona görə biz yenisini çəkib və danışmalıyıq o barədə. Yaxşı. Və birinci dərs oldu dizayn. Başlayaq. Biz gedirik burada. Mən çünki bəzi tələbələr var ki, həqiqətən heç nə bilmirlər. Mən məcburam ki, hər şeyi göstərim. Yəni, siz əgər ki, daha çox bilirsiniz, belə düşünməyin ki, mən məsələn, elə-belə ancaq göstərirəm bəzi şeylər ki, hamı bilir. Çoxlu şeylər var ki, həqiqətən hamı bilmir. Ona görə
Mən bunlara da sizə izahat verməliyəm. Burada bir Play Store var ki, biz ümumiyyətlə applicationları buradan yükləməliyik. Və hala Android telefonlar üçün Play Store-dur. Fikirləşəm App Store da iPhone üçündür. Biz ora gedəndə neçə proqram var ki, bizə köməklik göstərir dizayn üçün. İlk şey ki, xeyli önəmlidir. Pulsuz ya ödənişsiz proqramdır şəkil üçün. Ki, mən məsələn burada birinci proqram ki, sizin üçün məsləhət görürəm Pexels'dir. Baxın, belə bir məsələ var. Bəzilər gedib başqa adamların şəkillərini gətirib, ya gedir internetdən, Google'dan şəkil gətirib paylaşırlar. O səhvdir. Copyright qanunu icazə vermir. Birdən sizin üçün problem yaradır. Copyright qanunu o qədər ciddi bir qanundur ki, Azərbaycanda mən çoxlu tələbələrim var idi ki, məsələn, bir logo paylaşırdı. Məsələn, Nike logosu, Adidas logosu. Belə şeylər paylaşırdı və səhifə təmiz gedirdi. Ya bağlanırdı. Copyright xeyli ciddi bir məsələdir. Ona görə xeyli fikir vermə lazımdır ki, mən hardan şəkil gətirirəm, hardan musiqi gətirirəm və fikir verməliyəm ki, elə belə şey paylaşa bilmirəm, uzun kopya edib gətirə bilmirəm və düzgün şey paylaşmalıyam. Ona görə birinci proqram ki, bizi köməklik eləyir. Burada baxa bilərsiniz ki, bu proqramdır, logosu qaradır. Pexels ya siz bəzilər onu Pexels'da oxuyur. Pexels proqramdır biri. İndi vururam yükləməyə. Ondan sonra Pixabay-dır. Budur Pixabay. Baxırsınız ki, buradadır. Qaradır PX. Ya Pixabay ya Pixabay. Bu da ödənişsiz şəkillər, videolar üçündür. Hala baxa bu nədir? Bu da bir reklamdır. Baxaq ki, ödənişsizdir yoxsa ödənişlidir. AI ilə video düzəlir. Xeyr, bu bizə lazım deyil. Bu iki proqram xeyli yaxşı proqramlardır ödənişsiz şəkillər üçün. Amma əgər büdcəniz varsa və desəz ki, mən ödənişli şəkillər istəyirəm, daha mükəmməl şəkillər ya videolar istəyirəm, ən məşhur vebsayt adı Shutterstock'dır. Yaxşı. Shutterstock nə üçün yaxşıdır? Shutterstock xeyli mükəmməl bir. Nə oldu? Hara getdi? Xeyli mükəmməl bir vebsaytdır ki, siz hər şey tapa bilərsiniz. Hər bir nə oldu? Niyə çıxdı? Verification lazımdır. Hər bir şəkil, məsələn, əgər mən burada yazsam, məsələn, doktor və belə şəkillər ki, hamı paylaşırlar, siz də paylaşa bilərsiniz. Bir-iki dənə də deyil, xeylidir. Məsələn, baxın, burada neçə səhifə var. Baxın, burada göstərir ki, buradadır. 204.000 səhifə var ki, doktor barədə şəkil və hətta video və belə şeylər də var. Siz buradan da ala bilərsiniz, amma biraz bahadır. Hala indi biz vaxtımızı qoymuruq, siz özünüz girəndə orada var qiymətlər, gedib baxa bilərsiniz dənədən. Amma bu proqram da yəni dizayn üçündür.
Hələ mən də yükləmişəm proqramları. Gəlirəm bura, gedirəm Pixel-ə. Aha. Baxın. Bir şey ki sizə göstərməliyəm. Gəlin belə göstərim. Belə burada. Önemli bir hissədir. Axtarış bu hissədədir. Bugün mən yenə daha başqa cür yazım ki, qəşəng sizin üçün bəlli olsun. Baxın, burada axtarış hissəsidir. Bu nədir? Burada axtarış hissəsidir. Burada hesab açmaq üçündür. Lazım deyil. Ehtiyac yoxdur. Bunlar heç biri sizin üçün ehtiyac yoxdur. Fikirləşirəm, bu ona görədir ki, siz əgər özünüz şəkil paylaşmaq istəsəz, gətirib əlavə edirsiniz öz şəkliniz. Məsələn, siz də gedib bir mövzu barədə şəkil çəkib, burada qoyub başqaca insanlar istifadə edə bilər. Hələ, mən gedirəm axtarışa. Burada eyni vəziyyət ki, sizə Shutterstockda izahat verdim. Məsələn, yazıram doktor. Baxın, bu da var. Bu da qəşəngdir, amma bunlar ödənişsiz olduğuna görə o qədər mükəmməl deyil. Yəni Shutterstock kimi deyil. Bəzi mövzular var ki, tapa bilmirsiniz. Bəzi mövzular var, az şəkil var. Amma Shutterstock belədir ki, hər bir sahədə ki, siz məşğulsuz, demək olar ki, milyonlar şəkil var. Onun üçün ya videolar. Amma bu da pisdir. Yuxarıda yazıb şəkillər 17.000. Video da var. Baxın, məsələn, belə videolar da var. Belə videolar da var. Baxın, belə videolar ki, reklamda istifadə etmək olar. Və yaxşı belə videolar, şəkillər var ki, istifadə edə bilərsiniz. Və mən indi gəlib, məsələn, buradan gözəl bir şəkil tapım. Məsələn, bu şəkil. Şəkili girəndə aşağıda baxırsınız, yaşıl rəngində yazıb download ya yüklə. Bunu vuranda siz burada yenə yaşılı seçməlisiniz ki, yazıb download. Sonra sizdən keyfiyyəti soruşur. Bəzi insanlar fikirləşir ki, ən yuxarı rəqəmləri seçmək lazımdır ki, neçə pikselsdir. Belə deyil. Əslində belədir, amma o zaman ki, siz məsələn onu bir vinil üstündə çap eləmək istəyirsiniz, ehtiyac var ki, piksellər çox olsun. Amma telefon üçün, Instagram üçün, Facebook üçün həqiqətən məsələn lazım deyil 4400. Həm bu 1900, hətta 1200 ki, üçüncüdür də kifayət edə bilər. Çünki onun fərqini başa düşməyəcəksiniz telefonda və daha çox yer tutacaq telefonunuzda. Ona görə heç bir fərq eləmir. Hala xeyli zəif də yox, amma medium və large hər ikisi yaxşıdır. Hala mən large yükləyirəm. Deyir ki, istəyirsən kimsəyə, yəni bu şəklin sahibinə bir donate eləsən, ya köməklik göstərsən. Əgər istəsəz, buradan da pul göndərə bilərsiniz. İstəsəz, məcbur deyilsiniz. Məsələn, doktordur, sonra məsələn yazım. Məsələn, baxın, restoranlardır ki, şəkillər var, qəşəng şəkillərdir. Hansını ki, xoşunuz gəlsə, yenə video da var, şəkil də var. Hansını ki, bəyənsəz seçə bilərsiniz. Məsələn bu. Burada yenə download'u vuracağım. Yenə yaşıl download. Keyfiyyət aşağıda yenə yazıb download ya yüklə. İçəri olmur. Aha, oldu. Yaxşı. Və bu proqram. Sonra Pixabay. Pixabay da eyni vəziyyətdədir.
Yəni mən burada gəlib yazıram məsələn kindergarten, baxaq nə gəlir? Bağça. Baxın, məsələn, belə bağça barədə şəkillər var. Ya yazın school. Məktəb barədə şəkillər var. Ha, bu gözəl bir şəkildir. Bu da hala fərqi odur ki, yükləmə yuxarıdadır. Mən yuxarıda yükləməyi seçirəm. Keyfiyyəti burada da eyni cürdür, soruşur. Hala mən eybi yoxdur, 1200-də kifayətdir. Yükləni seçirəm. Və yüklədir. Lazım deyil burada nəsə eləyim. Baxın, məsələn, kitab evlər var. Yəni, mən burada education deyəsəm, təhsil üçün. Baxın, gözəl şəkillər var. Bəziləri eynidir. Bəziləri biraz fərqlidir. Məsələn, bu şəkildə də yükləyirəm. Xeyr, yaxşı. Sonra qaleriyaya gedəndə, qaleriyaya baxa bilərsiniz ki, şəkillər gəldi. Bu qədər sadə. Heç çətin bir iş yox idi. Və hər bir şəkilə girəndə burada bir qələm var. Görürsünüz? Burada bir qələm var. Bu Samsung telefonlarda qələmdir. Niyə görə bilmirsiniz? Bir saniyə baxın. Aha, indi görə biləcəksiniz. Baxın, Samsung telefonlarda buradadır. Bir qələmdir. Başqa telefonlarda da, hətta Apple-da olsa, bir qələm var. Hala yuxarı, aşağısı olsa, o telefondan asılıdır. Qələm var. O qələmi girəndə orada dəyişmələr edə bilərsiniz. Məsələn, mən indi gedirəm qələmə. Baxa bilərsiniz ki, orada kəsmək, düzəltmək, rəng düzəltmək çox şeylər var. Amma mənim üçün burada nə lazımdır? Mənim üçün kəsmə lazımdır. Baxın, burada kəsmək var. Baxırsınız. Hala. Hala bir yer istəyirdim. Uzumda itirmişəm. Haradaydı? Ha, buradadır. Birinci. Birinci ki, kəsməkdir. Mən əvvəldə icazə verərdi ki, rəqəm seçək. Aha, buradadır. Baxın, burada bir işarə var. Bu yeni Samsunglarda buradadır. İşarəni seçəndə burada rəqəmlər var. Baxırsınız, buradadır, aşağıdır. Yazıb ki 1-1, 4-3, 16-9, 3-2, 5-3, 5-4, belə. Və mən bu razmerləri hansını seçsəm, 4-3 seçsəm, ozu, baxın, yuxarıda ozu dəyişir. Razmeri 1-1 ki, mən əl ilə dəyişə bilərəm ki, hansı hissəsini istəyirəm. Aha, ya belə. Tələbə sual soruşur. Deyir ki, niyə? Niyəsə biz bu barədə danışırıq? Niyə kəsməlik şəkilimiz var? Aparıb paylaşırıq da belə ki var. Səbəb var. Burada bir dənə yazım, baxım, tapa bilərəm sizin üçün. Əvvəlcədən yadımdan çıxıb ki, hazır eləyin. Bəli, buradadır. Baxın, bu razmerlər ki, bu razmerlər ki, buradadır. Mən sizin üçün getirirəm. Belə baxın. Baxın. Bəlkə də əllər gözləyin. Baxın, belə necədir?
Ayrı belə. Baxın, hər bir razmer bir iş üçündür. Hər bir razmerin bir iş üçündür. Və 9-16 belə ki baxırsınız, ümumiyyətlə telefonun sayızı 9-16'dır. Əgər belə eləsəz telefonun nə olacaq? Olacaq 16-9. Yəni rəqəm yerini dəyişir. Və belə olanda o size ya o aspect ratio olacaq 16-9. Və 16-9, 9-16. Eyni vəziyyətdə də 4-3, 3-4. Yəni bu belə dəyişir. Hala, burada 16-9 özü də yazıb buradakı smartphone, televizor və belə şeylər üçündür. Hala, mən sizə başqa şey demək istəyirəm. Baxın, burada razmerlərdir. 1-1, 4-3, 9-16, 16-9. Bu qeyd xeyli önəmlidir. Əvvəldə Instagramda normal şəkil paylaşanda bizim razmerimiz 1-1 idi. Amma indi neçə vaxtdır ki 4-3'dür. Yəni hal-hazırda normal şəkil 4-3'dür, amma Reels 9-16'dır. Bu fərqdir. Video Reels'iniz 9-16 olmalıdır. Amma normal şəkliniz 4-3. Əgər istəyirsinizsə ki, səhifəniz optimal olsun, kəşfətə düşsün, düzgün şəkildə reklam nəticə versin, bunu riayət eləməlisiniz. Bu xeyli önəmli bir şeydir. Siz nə əlinizə gəlir paylaşa bilmirsiniz sosial şəbəkələrdə. Siz mütləq paylaşdıqdan əvvəl onun ratio-nu, razmerini düzəltməlisiniz. Hala, əgər YouTube-da nəsə paylaşmaq istəsən, bu hala bizim üçün lazım deyil və əsas amma bir şey ki bizim üçün lazımdır, TikTok və Reels və hətta YouTube Short 9-16 razmeri, Instagram normal post 4-3'dür. Və bir dənə də var. 3-4 ki o Facebook üçündür. Facebook normal post 3-4'dür. Burada tapıram sizə göstərim. Nə? Burada deyil. Hə, hala, sonra inşallah o barədə danışacaq. Ona görə mən bir şəkil proqramda yükləyəndə mütləq gedib o şəkil ya o videonu dizayn etdikdən əvvəl, paylaşdıqdan əvvəl sayzını düzəltməliyim. Əgər bir proqramda dizayn eləmək istəsəm, yenə də o dizaynı seçirəm ki, razmeri uyğun olsun mənim platformum ilə. Və bu xeyli önəmli bir məsələdir. Bu dərs öcə oldu 23 dəqiqə. Bu qədər kifayətdir. İnşallah gələn dərsdə biz Canva barədə danışacağıq ki, Canva'da necə, bəziləri onu Canva çağırırlar. Necə biz Canva'da dizayn edə bilərik, necə Canva ilə işləyə bilərik. Amma gedin dəftərinizdə o razmerləri mütləq gedin dəftərinizdə çəkin və yazın. Çünki xeyli vacibdir. Dəftərdə mütləq həm proqramların adlarını yazın. Çünki hətta əgər ki indi yükləsəz də ola bilər ki unudursuz. Hansı idi, nə idi. Ona görə yazın ki hər bir proqram nə üçündür. Razmerlər də yazın. Gələn dərs inşallah sizə Canva ilə işləməyi keçəcəm. Başqa sualınız olsa bu mövzular barədə yorumda yazın. İnşallah cavab verəcəm. Görüşənədək. Sağ olun.